Anlamaq vacibdir. 4 saatlıq və daha aşağı time frame'lərdə girişlər trend xəttinin üzündən deyil, qiymət səviyyəsindən edilir. Xətt hərəkəti istiqamətini göstərir. Səviyyə isə bazar iştirakçılarının qərar qəbul etdiyi konkret qiyməti verir. Əgər kanalın sərhəd gücü, müqavimət və ya dəstək səviyyəsi ilə üst-üstə düşürsə, bu nöqtə xüsusilə əhəmiyyət olur. Məsələn, əgər müqavimət səviyyəsi kanalın üst sərhədindən biraz yuxarıda keçirsə, mümkün satış üçün məhz o prioritet nöqtə olacaqdır. Əgər güclü səviyyə sərhədin özü ilə üst-üstə düşürsə, bu siqnalı gücləndirir. Əsas prinsip, səviyyə ilə daha yaxşı üst-üstə düşən kanal sərhədlərinin daha böyük əhəmiyyəti var. Kiçik time frame'lərdəki çox dar kanallar demək olar ki, heç bir strateji əhəmiyyət yoxdur. Bəli, qiymət sərhədlərindən qayıda bilər, ancaq belə bir kanal daxilindəki hərəkət potensialı məhduddur. Kanal nə qədər genişdirsə, onun etibarlılığı bir o qədər yüksəkdir, hərəkət potensialı bir o qədər çoxdur, əhəmiyyətli mənfəət əldə etmək ehtimalı bir o qədər yüksəkdir. Buna görə də böyük time frame'lərdəki daha geniş kanallara üstünlük verilməlidir.